Bugünkü xütbəmizə Allah Azza və Cəllənin izni ilə xüsusilə cavanların iki qulağını açıb diqqətlə dinləmələrini, anlamalarını və həyatlarında tətbiq etmələrini rica edirəm. Bugünkü xütbəmizin mövzusu zinanın cəmiyyət və fərd üçün təhlükəsi haqqında olacaq. Əziz və möhtərəm qardaşlar, Allah Azza və Cəllənin haram etdiyi ən böyük günahlardan biri müsəlmanın və yaxud da bir insanın zina bəlasına düçar olması, zina etməsidir. Uca olan Allah nəinki zina etməyi haram etməsi, hətta zinaya aparan bütün yolları belə qadağan eləmişdir. İsra surəsinin 32-ci ayəsində uca olan Allah buyurur: وَلَا تَقْرَبُ الزِّنَا إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا. Zinaya yaxınlaşmayın. O fahişəlikdir və pis yoldur. Əziz və möhtərəm qardaşlar, bir insan addımlar olmadan zina bəlasına bulaşması mümkün deyil. Böyük günahların əksəriyyəti addım-addımdan meydana gəlir. Bütün təhlükəli yolların hamısı ilk pis yola addım atmaqla başlayır. Baxın, bir insan zina etmədən öncə bir baxır, daha sonra təbəssüm edir, daha sonra bir yazışma olur, daha sonra bir tanışma olur, daha sonra xəlvət bir görüşmə, daha sonra isə Allahın qəzəbinə düçar eləyən bu günaha bulaşmaq olur. Allah Azza və Cəllə Quran-ı Kərimdə şeytanın addımları ilə getməyi 4 müxtəlif surədə qadağan eləmişdir. Allah Azza və Cəllə Bəqara surəsinin 168-ci ayəsində, Bəqara surəsinin 208-ci ayəsində, Ən'am surəsinin 142-ci ayəsində, Nur surəsinin 21-ci ayəsində buyurur ki: وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌ مُبِينٌ. Şeytanın addımlarıyla getməyin. O sizin açıq-aşkar düşməninizdir. Kim gözünü qoruyarsa naməhrəmlərə baxmaqdan, kim naməhrəm qadınlarla əlaqələrdə şəri hududları qoruyarsa, Allah Azza və Cəllə onu insana dünyada və axirətdə zilləti yaşadan bu pis günahdan Allah Azza və Cəllə onu xilas eləyər. Sizlərə bir sual versə ki, nə üçün İslam dinində bu qədər zina eləməyin şiddətlidir əzabı? Çünki onun cavabı belə olacaq qardaşlar. Çünki zina etmək eləyən adamın üzərində toplanan günahlarla dayanmır. Onun həm fərdə, həm də cəmiyyətə, həm də ailələrə ciddi qardaşlar pis təsirləri var. Adicə biz baxsaq, zina etməyin fərdə olan təhlükələrinə ən birincisi zina eləmək insanın qəlbini fəsada uğradır. Nə deməkdir qardaşlar? İnsanın qəlbini daşa döndərir. Siz zina eləyən insanların nəsihəti qəbul etdiyini görə bilmərsiniz. Bu insanlar oxunan ayələrdən, tilavət olunan, oxunan ayətlərdən və xatırladılan hədislərdən təsirləndiyini görmərsiniz. Siz bu insanları məscidlərə, elm məclislərinə bağlı olduqlarını görmərsiniz. Zinakar insanları siz səhvin önündə, sabah namazlarında, işə namazlarında müsəlmanların izdihamına qarışdığını görmərsiniz. İnsanda qardaşlar zina etmək qeyrəti öldürür. Əksər zinakar insanlarda ya qeyrət azlığı, ya qeyrət yoxluğu vardır. İnsanın başına gətirəcəyi ən böyük müsibətlərdən biri insanda o kişilik hissini öldürməsidir. Zinanın fərdin üzərinə olan fəsadlarından biri insanın dinini də məhv eləyir. Ən böyük insanın qəlbinə səpdiyi toxumlardan biri nifaq toxumudur. Çünki adətən zinakar insanlar müsəlman toplumlarının arasına gəldikdə özlərini təmiz, iffətli və imanlı göstərirlər. Amma xəlvətdə olduqda isə Allahın qoyduğu hədləri və pərdələri həyasızcasına aşıb və yırtırlar. Həmçinin qardaşlar, fərdə olan zərərlərindən biri insanın iffətini ortadan qaldırır, insanın namusunu itirir. Halbuki iffətli olmaq, namuslu olmaq möminlərin ən xüsusi sifətlərindəndir. Zinanın fərdə olan təhlükələrindən biri də insanı həyasızlaşdırır. Əksər günahların təməl səbəbləri qardaşlar həyasızlıqdan,
utanmaq hissini itirməkdən meydana gəlir. Bir çox insanların əslində günaha düşməmələrinin səbəbi Allah qorxuları deyil. Ən azından hiss etdikləri utanç hissi və yaxud da həyadır. Zina eləyən insanın ilk itirdiyi şey də onun həyasızlıq, həyanı itirmiş olur qardaşlar. Həyasızlıq bəlasına düçar olmuş olur. Həmçinin qardaşlar, fərdlərə olan zərərlərindən əksər zina bəlasına düçar olan insanlar psixoloji sıxıntılar yaşayır. Bugün əgər siz araşdırmalara baxsanız, dünyada ən çox satılan bir nömrəli dərmən stres və depressiya dərmənləridir. Ən böyük zina eləyənlərin başına gələn müsibət depressiyadan və stresdən xilas olmamalarıdır. Allah Quran-ı Kerimdə buyurur: "Mən a'rada an zikri fe inne lehu ma'işeten danka ve nahşuruhu yevmel kıyameti a'ma." Kim Allah'ın qoyduğu hədləri aşarsa, Allah'ı tanımaqdan üz çevirərsə, Allah ona sıxıcı həyat verər və qiyamət günü onu Allah kör olaraq həşr eləyər. Bir insanın araq içməsiyle, nəişə istifadə etməsiyle, fahişəlik etməsiyle qəlb rahatlığı və huzuru tapması mümkün deyil. Uca olan Allah bu günahları eləyənlərə o huzuru haram eləmişdir. Zinanın fərdlərə olan ən böyük təhlükələrindən biri bu şeye diqqət edin qardaşlar. İndi deyəcəyim şey çox diqqət edin. Ən böyük təhlükələrindən biri müalicəsi olmayan xəstəliklərə zinakarların düçar olmasıdır. Amerika Birləşmiş Devlətlərinin rəsmi bəyan etdiyi aidiyyəti qurumlarının bəyanatına görə 2025-ci ildə ən zina qeyri-məşru cinsi əlaqə ilə yayılan xəstəliklərindən biri AIDS xəstəliyi 2025-ci ildə dünyada 45 milyon insana bulaşmışdır möhtərəm qardaşlar. Sadəcə 2025-ci ildə 45 milyon bu xəstəliyə düçar olmuşlardan həmin ildə 570 mini ölmüşdür möhtərəm qardaşlar. Və bunların xəstəxanalara ödədiyi qiymət isə müalicə müqabilində bir ilin içində 18 milyard doları aşmışdır. Hansı ki bu pullarla ölkələr tikmək mümkündür. Böyük müharibələrdə bu qədər insanlar vəfat eləmir qardaşlar. Bugün insanların düşməni olan çirkin və gizli təşkilatlar niyə bu təhlükələri, bu rəqəmləri, bu həqiqətləri insanlardan və gənclərdən gizləyirlər? Çünki gənclərin bu cür iyrənc həm xəstəliklərə, həm müsibətlərə düçar olmağını istəyir. Nə qədər kişilər var ki, gedib bu əxlaqsızlığı etdikdən sonra gəlib namuslu və həyalı və iffətli qadınlarına da bu xəstəlik keçirmişdilər. Özləri ilə bərabər başqalarının da bu pis vəziyyətdə ölüb keçməsinə vəsilə olmuşdular. Əziz və möhtərəm qardaşlar, nəinki bu bir fərdin başına gələcəyi bu dünyada olan müsibətlərdən bəziləridir. Zinakarları axirət günü şiddətli əzab gözləyir. Allah Furqan surəsində möminlərin sifətini vəsf eləyərkən mömin olanların bu günahları etmədiyini deyir. وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدُ فِيهِ مُهَانًا. Allah buyurur, Allah'a ortak koşanlar, haksız yere insan öldürenler ve zina belasına düçar olanlar günah etmiş olurlar ve bunlara Allah'ın əzabı 2 qat olacağını buyurmuştur. Ahiret günü kardeşler bundan daha şiddətlisi Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, mən meyraca gedəndə bərzaqda əzab çəkənlərin bəziləri mənə mələklər tərəfindən göstərildi. Baxdım ki orada insanlar var idi, altından onları vuran alovun içində yanıb, qovurulub kül olurlardı. Soruşdum ki bu əzab çəkənlər kimlərdir? Mənə dedilər ki bunlar dünyada olanda zina eləyənlərdir. Zina eləyən qadınlar və zina eləyən kişilərdir. Zina qardaşlar bu dünyada insanı bir kişini rəzil, rüsvay və alçaldan ən çirkin olunan əməllərdəndir. Cəmiyyətə olan zərərlərinə baxsaq, bir çox zinakarların səbəbi ilə ailələr dağılmış və uşaqlar ortada qalmışdır. Və
bir çox yerlərdə qardaşlar zina səbəbilə böyük cinayətlər törənmişdir. Və həmçinin cəmiyyətə olan ən böyük zərərlərdən biri yer üzündə qardaşlar fəsadın çoxalması, yer üzündə fitnənin çoxalması, yer üzündə həyasızlığın, namussuzluğun, qeyrətsizliyin və ən bayaq zikr elədiyim təhlükəli xəstəliklərin yayılmasıdır. Cəmiyyətə o qədər zərərləri var ki, qardaşlar, indi yaşadığımız dönəmə baxın. Əvvəlki dönəmlərdə evlənmək çox asan idi. Amma boşanmaq isə çox çətin idi. Çünki insanlar evliliyə məsuliyyət olaraq baxırlardı və bu məsuliyyət sorumluluq olduğu üçün kimsə qızını kiməsə əmanət etməkdən çəkinmirdi. Önəmli olan insanın sadəcə sağlam olması idi və qızlarını verirlərdi, əmanət eləyirlərdi və insanlar evləndiyi qadınlara sahib çıxırlardı, gözlərini və namuslarını və iffətini qoruyurlardı və səbəb olmadığı üçün boşanmaq çox çətin idi. Bugün evlənməyi çətinləşdiriblər, tam tərsinə boşanmağı isə asanlaşdırıblar. Ən belə ətrafımızda olan regionlara baxsaq görərik ki, 100 evlənəndən 45-i eyni ildə boşanmağa məhkum qalırlar. Bu boşanmaların ən böyük səbəblərindən biri iki çiftin birindən bir-birinə xəyanət etməsidir. Cəmiyyətdə qardaşlar, bir cəmiyyətdə əgər zina və fahişəlik yayılarsa, orada insanların bir-birinə olan etimadı və güvəni itər. Kimsə kiməsə güvənməz. Adətən el arasında belə söz var ya, hər kəs başqalarını özü kimi zənn eləyər. Ona görə insanların adətən yalancı hər kəsin yalancı olduğunu düşünür, zinakar hər kəsin zinakar olduğunu düşünür və bu baxımdan da qardaşlar toplum arasında güvən, etibar itdikdən sonra insanların arasında huzur da qalxar, insanların arasında sevgi də qalxar və insanların arasında əslində bir-birlərini tanımaq mərifəti də ortadan qalxar. Ona görə əziz və möhtərəm qardaşlar, bu məsələyə xüsusilə gənclər diqqət eləməlidir. Ümmətin bugünkü gündə düçar olduğu ən böyük müsibətlərdən biridir bu. Nə üçün? Bunun səbəblərinə baxsaq, niyə bugünkü gündə zina hər zamanki dönəmdən daha çox yayılıb? Bir, insanlarda təqvanın az olması səbəbilə. Zinanın yayılmasının ən böyük səbəblərindən biri insanların, qadınlar olsun, kişilər olsun, fərq etməz, gözlərini naməhrəmlərdən qorumamaq səbəbilə. Allah Quran-ı Kərimdə buyurur, قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ Ey Muhammed! Möminlərə de, naməhrəmlərdən gözlərini qorusunlar və zinadan uzaq dursunlar. Çünki baxış, qardaşlar, zinanın ən böyük vəsilələrindən biridir. Nə üçün möhtərəm qardaşlar, bugünkü dönəmdə bu qədər şiddətlə yayılıb, zinanın bu qədər yayılma vəsilələri var? Çünki əxlaqsız insanlara ulaşmağın, çatmağın yolları da çox asanlaşıb. Keçmiş dönəmlərdə insanlarda hətta din olmasa belə ən azından böyüklərindən utanmaq var idi. Nəslindən, kökündən utanmaq var idi. Ətrafından utanmaq var idi. Yaşadığı kənddə, məhləsindəki adamlardan, qadınlardan və kişilərdən utanmaq hissi var idi. Bu utanmaq hissi ortadan qalıqdığına görə artıq insanlar bu günahı eləməkdən çəkinmirlər. Nəinki çəkinmək, artıq insanlar ətrafındakiləri da bu rəzalətə bulaşmağa təşviq edirlər. Həmçinin zinanın şiddətlə yayılmasının səbəblərindən biri hər kəsin əlində olan bu telefondur. Hər kəsin əlində olan bu telefonun içindəki internetdir. Sosial medialarda əxlaqsız kanalları, əxlaqsız videoları, əxlaqsız şəkillərin paylaşılmasında, baxılmasında məhdudiyyətin olmamasıdır. Bunların hamısı qardaşlar şiddətlə bu qədər günahın, zinanın yayılmasının vəsilələrindəndir. Ən çox yayılmasının səbəblərindən biri də oturduğumuz, durduğumuz insanlar. Nə qədər iffətli oğlanlar olub, nə qədər namuslu kişilər olub ki, oturub durduğu əxlaqsız ətrafı bunları aparıb o pisliklərə bulaşdırıb ki, hətta ətrafında təmiz adamlar qalmasın. Ona görə bunun müalicəsinə gəlsək isə, bayaq dediyim səbəblərin tam tərsidir. Əgər bir insan imanını artırarsa, əgər bir insan gözünü qoruyarsa, əgər bir insan imanlı, taqvalı insanlarla oturub durarsa, əgər bir insan əlindəki telefonu və işlətdiyi interneti Allahın razı qaldığı şeylərdə sərf eləyərsə, o zaman Allah onu bu zillətdən, bu rəzalətdən xilas eləyər və o dünyada da və ahirətdə Allah Azza və Cəllənin
sevdiyi və rəğbət bəslədiyi kəslərdən olar. Əziz və möhtərəm qardaşlar, bugün ən böyük müsibətlərdən, zinanın səbəbi ilə meydana gələn şeylərdən biri, bir-birini sevən, bir-birini sayan çox sayda ailələrin dağılmasıdır. Elm əhli deyir ki, ailə 3 dirəyin üzərində qurulur. Birincisi nədir qardaşlar? Birincisi iffətdir. İkincisi etibardır. Üçüncüsü isə vəfadır. Ailəni ayaq üstə saxlayan bu 3 sütundur. Bir ailəyə zina girərsə, bir ailəyə xəyanət girərsə, bu sütunların üçünü də darmadağın eləyər. Və o ailə ya dağılmağa, ya uçmağa, ya da əziz qardaşlarım böyük cinayətlərə səbəb olmağa vəsilə olar. Ona görə özümə və sizə dilimizi başa düşən, xutbəmizi duyan qardaşlara tövsiyəm odur ki, gözünüzü əziz qardaşlarım naməhrəmlərdən və haram baxışlardan qoruyun. Qəlbinizi fəsada uğramaqdan qoruyun. Əlinizi haramlara uzatmaqdan, zinaya aparan vəsilələrdən qoruyun. Telefonlarınızı Allahın qəzəbinə gələn şeylərdə istifadə etməyin. O sizin cənnətə girməyə də, cəhənnəmə girməyə də ən böyük vəsilələrdən biridir. Ailənizi pisliklərdən qoruyun. Övladlarınızı, qızlarınızı və oğlanlarınızı zina bəlasından qoruyun. Allah Quran-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amanu qu anfusakum və ahlikum nara." Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Əziz və möhtərəm qardaşlar, zina etmək sadəcə insanın cəsədini darmadağın eləmir. Sadəcə insanın fiziki olaraq müsibətə uğramasına vəsilə olmur. Eyni zamanda insanın mənəviyyətini də alt-üst eləyir. İnsanın ağlını da fəsada uğradır. İnsanın dinini də, insanın namusunu da, insanın hörmətini də, insanın əqidəsini də və insanda ən qiymətli olan vicdanını da alt-üst eləyir. Uca Allahdan diləyirəm ki, cümləmizi zinadan və zinaya aparan bütün yollardan qorusun. Allah Azza və Cəllə bizi və ailəmizi bu illətə düşməkdən qorusun. Uca olan Allahdan gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, mömin olaraq, iffətli olaraq yaşayıb, mömin olaraq, iffətli olaraq huzuruna köçməyi nəsib eyləsin. Və aqulu mə təsməun və əstəğfirullahil azimə li və ləkum və lisəlil muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl ğafurur rahim.